sümükləri gəlsin mənə çatsın. Mən 30 neçə ildir mən yol gözləyirəm balam. Mən balamla sarı ölürəm. Onun heç olmasa sümükləri gəlsə, rahat olsa, mən də onun da bir dənə məzarı olsa, mən də bilərəm ki, gedib ziyarətgahım var. Yoxdur, heç nəyim yoxdur. Heç nə də gözləmirəm, elə yolum, gözlərim yoldadır. Gecə gündüz ağlamayda başqa heç nə əlimdən gəlmir. Zafer bayramımız mübarek olsun. Şehitlerimiz şehit oldu. İnsanların üstün oldu. Benim kardeşim de onların üstünde 93. yılda geçti şehit oldu. Kayıtmayın. Allah onları rahmet eylesin. Kanallara can sağlığı versin. Gazilere de can sağlığı versin. Şafa versin inşallah. Salam Səfail müəllim, xoş gördük sizi. Sağ olun, xoş gördük. Bugün 8 noyabr Zəfər bayramıdır. Bayramımız mübarək. Sağ olun. Bu münasibətlə biz şəhid ailələrini ziyarət elədik. O cümlədən 4 Buladı kəndində 4 məzarsız şəhidimiz var və həm bu gün də 4 məzarsız şəhidin ailələrini ziyarət etmək qərarına gəldi. İndi üçü ilə görüşdü. O biri də ki, anası rəhmətə gedib, evində heç kim yoxdur. Biz də gəlib, bizim borcumuzdur bu zəfər günündə sizi ziyarət etməyə. Şəhidin qardaşısı, Səfail müəllim illərlə bizim o Buladı kənd orta məktəbində müəllim işləyib. Öz töhfələri olub, zəhməti çox olub bizim kəndimizdə, uşaqların tərbiyəsində, təlimində. Buyurun özünüz danışın. Nə deyə bilərəm? Onu deyə bilərəm ki, mənim qardaşım Şamil hər bir vətəndaş kimi orduya çağırılıb, gedib əskərlik xidmətinə. Elə gətirdi ki, o Qarabağın azadlığında döyüşlərdə iştirak elədi və döyüşlərin birində şəhid olub. Hətta onun nəşidə cəbhə bölgəsindən çıxarıla bilmədi. O dövrdən elə o şəhidlik seriyasında olan adam, itkin düşmüş qardaşımız bizi gözü yolda qoyub. Biz həsrətlə onun 30 ildən çoxdur gözləyik. Bir yerə gedəndə, şəhidin məzarını ziyarət etməyə gələndə biz bilmirik ki, nə edək, hara gedək. Elə onun portretini, yəni onun xətrinə lövhə düzəltmişik. Həmişə oraya gedəndə dönədmə onu xatırlıyoruz. Bütün şəhidlərə Allah rəhmət eləsin, qazilərə can sağlığı və də Ali Başkomandanımızı da Allah saxlasın, onu qorusun. Biz hər onun yeni çıxışını qulaq asanda, dinləyəndə elə bilirəm ki, bugün sabah mənim də o qardaşım Haydar gəlir. O ümidlə yaşayırıq. Şəhid vətənpərvər olan idi, ülkəsini, vətənini sevən olan idi, igid idi, ölümdən qorxmaz idi. O müharibəyə gedəndə də məsələn ona o vaxtı dedim ki, əzim, gedirsən, 50 çılpaq gedirsən o murdar məğfur qonşuların ordusuna qarşı. Sən orada nə edə bilərsən? Əgər lazım gəlsən, mən də gedərəm. Lazım gəlsən, mən də gedərəm. Dedi, yox, əzim, getməliyəm. Bəyəm gedənlər məndən... Olan şeylər deyə bu. Bəyəm gedənlər məndən artıq deyil. Mən də gedənlərdən biri kimi gedirəm. Və gedəndən sonra da bir iki dəfə zəng elədi, məktub da göndərmişdi ki, Füzulidə döyüşürəm, belədir.
döyüşler gelip, Kızılın döyüşüne gelip. Bir de haber çıktı ki o böyle ordunu yerleşme yaparlar Qubadlıya. Yani Qubadlı'da deməli Murazxanlı'dan Gülbürt'e keçen yerde onların orada eksploatasiya yeri olub da oradan gedilməmiş hər gün döyüşə. Deməli oktyabrın 18'inde axırıda və döyüşə gedəndə Xudafizləşib uşaqlarla gediblər, biliblər ki, orada qırğın olacaq. O şanlı döyüş ki var 18 oktyabr. Həmin vaxtı bizim bir iki dənə şəhidimiz də olub. Elə rəhmətli Nair Oxundu o döyüşdə yaralanıb. O döyüşdə yaralanıb. Özü də o desantla oraya gedəndə onu havada vurmuşlar. Bunlar ise yerdən bu tərəfdən hücuma gediblər. Bunlar da burada döyüşüblər. Hər halda beraberlik döyüşü olmuyor da. O Ermeni Ruslarla silahlanıp tank, BTR, ne bileyim güclü texnika, bunlar ise boş avtomatla çıktılar onun qabağından. Onlar da onları elə baran eləyiblər. Onun diyorlaşları deyir ki biz hamımız döyüşten çıktık, kaçtık ki canımızı götüre gedək, yoksa bunlar belə gəlir. Ama bir de onu gördük ki o vuruldu kaldı, kalkmadı. Uzandığı yerden kalkmadı. Bildik ki onu vurdular. O 20 defa onun sorağına gittik. Öz xəttimizlə. Bizi sonradır bizi koruyurdular ki düşman bize gül atmasın. Keçirdik gülə bir daha. Gedirdik, axtarırdıq. Tapa bilmirdik, qaydırdıq. Axırı dəfə mənim xatırımda bu qalır ki, Sumqayıtdan bir asker dediler ki bu avtomatı gəzdirir. Bu Şadil'in avtomatı. Şamil bu avtomatı orada vuruşub. Onun avtomatı təzə olub. Şamil onunkini alıp gedir. Onun avtomatıyla gelip döyüşür. Hiçbir şey əldə edə bilmədik. Sağ olsun hükümet baxmayaraq ki o yoxsa şəhid oldu, itkin düştü. Onun xatirəti həmişə anılır, yazılır. Dövlət strukturları tərəfindən də, yerli icra hakimiyyəti də, bütün orqanlar hər söz düşəndə, gələndə, şəhidlərlə görüşəndə onun da xatirəti anılır. Mən buna görə hökumətə minnətdaram. Vətən yolunda gediblər. Allah, eğer elibsə Allah rahmet eləsin. Eğer yaşayırsa, gəlsinizi görəcəyik. Hələ də ümid edirsiniz ki, yaşayır. Əlbəttə, nədir? Canımızın bitkəsidir, onu necə yaddan çıxartmaq. İtki elə şeydir ki, bilmək olmur da. İnanmırsa da, ta ki onun məzarı olmayacaq. İndi biz son pənah kimi hələlik bu şəhidləri yad eləyəndə, bir yerə gedəndə elə bilirəm ki, mənim qardaşım da olarmadı. Belə bağcan deyirəm. Amma nə bilim, həyatdır da. Ata, anam o ümidlə getdi, göz yolda getdilər ona görə. Bir də axırıncı oğlan idi, 7 qardaşın axırıncısı idi. Onu evdən hamı istəyirdi, hamı onun xətrini istəyirdi. Yaxşı olan. Bu Agil onun qucağından düşməz, heç onun qucağından düşməz. O qədər mehribançılığı var. Onun uşaqlığı illərini məktəbdə dərsdən, müəllimlərindən soruşsanız, deyərlər, o 8 il burada oxudu, 9-12 gəldi bizə, bura oxudu. Mən də müəllimdə təzə gəlmişdim, təzə vaxtımda. Seydəli müəllimin sinifində oxuyum. Onların sinif əvvəli Seydəli müəllim. Baxma, orta dərs oxuyan idi, ancaq təşkilatçılıqda yaxşı idi. Nə tədbir var idisə, Seydəli müəllim bütün tədbirləri onunla keçirdi. Hayatı da. Yine herhalde gurur yerimizdir, hakkımızdır. Fəxr eləyirəm mən, fəxr eləyir ona, ailəvi, bütün ailə üzvlərimiz, hamımız fəxr eləyir. Ancaq bir ziyarət yerinə getməyə, əgər ölübsə, ya bir yer olmadığı üçün qiblə nə tədbirlərine ikametgah yoxdur ki, adam gedib ona. Hayat. Valideynləri yol gözləyə rəhmət edin. Evvela hoş gelmişsiniz. Geldiğinize göre size teşekkür ederim. Minnettarlığımızı bildiriyoruz. Çok sağ olun ki sahip gelmişsiniz. Sağ olun sizi bütün Azerbaycan halkına
Zəfər bayramının 5-ci ildönümü münasibətilə təbrik edirəm. Prezidentimizə can sağlığı arzulayıram. Uğurlar onun içində yenə arzulayırıq ona. Yəni ki, bu günü bizə qismət elədi. Neçə illərdir biz bunu gözləyirdik, o bu günü bizə qismət elədi. Allah onun canına dəyməsin, var olsun. Bütün Azərbaycan xalqının başının üstündə əskik olmasın. Şəhidlərimizi anır, andırır. Allah ona kömək olsun. Vallahi bütün şəhidləri Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların valideynlərinə uzun ömür, can sağlığı arzulayıram. Yəni yenə də onların fəxridir. Yəni bütün valideynlər bu cür qəhrəman övladlarla fəxr edə bilərlər. Azərbaycan xalqı mərd xalqdır. Yəni Azərbaycan xalqını təbrik edirəm.